Hər birinizi salamlayıram dostlar. Necəsiniz? Kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə bir yerdə papaq və boyunluq necə toxunur, ən asan formada sizə göstərəcəm. Mən bu papaqdan bir neçə dənə, 4-5 dənə toxumuşam. Hər birində fərqli dizaynlarla eləmişəm bəzəyin. Yəni bəzəyi sizdən sizlikdir. Necə istəsəniz o formada eləyə bilərsiniz. Bu bantiklər necə düzəlir? Mən onları da sizə göstərəcəm videonun axırlarında. Qeyd edeyim ki, papağımız və şərfimiz 7-8 yaşdan böyük yetişkinlərə, böyüklərə, uşaqlara, hər kəsə ola bilər. Çünki papaq toxunmadır və rezinka kimi toxunub, baxın, bu cür enlənir. Enləndiyi üçün də hər yaşa, hər razmerə gedir. Toxumaq üçün isə bizə lazım olacaq bir ədəd qarmaq. Qarmağı mən 2.5 tərəfi ilə toxuyacağam. Əlbəttə ki, 3 milli tərəfi ilə də toxuya bilərsiniz. Və əlbəttə ki, ip lazım olacaq. Mən sizə ipin hansı marka olduğunu göstərim. Yarnartın cins markasınındır. Bu cür 55% pambıqdır, 45% akrilikdir. Və burada göstərir ki, məsələn, bu ipi neçə nömrəli, baxın, 3.5 milli qarmaqla və yaxud da millə toxuya bilərsiniz. Mən yenə deyirəm, biraz sıx olsun deyə 2.5 ilə toxudum. Əlbəttə siz istəsəniz 3.5 ilə də, 4 ilə də toxuya bilərsiniz. Sadəcə biraz böyüklə toxuyanda, böyük millə toxuyanda, məsələn, baxın, burası biraz böyük tərəfidir. Biraz daha geniş toxunur. Yəni bunun heç bir fərqi yoxdur. Əlinizdə bütün milçələrlə, qarmaqla toxuya bilərsiniz. Əsas odur ki, olsun. Bizə lazım olacaq ip. Bu marka olsa daha yaxşı olar. Yenə deyirəm, qaşındırmır, çox rahatdır, çox gözəldir. İp lazım olacaq, qarmaq lazım olacaq və hesablamaq üçün santimetr lazım olacaq. Və hazırsanızsa başlaya bilərik. Bəli, papağımıza başlamaq üçün bizə birinci zəncir çəkmək lazım olacaq. Əvvəlki videolarımda sizə başa salmışdım. Necə zəncir çəkilir, necə ilmə atılır. Bu dəfə də yenə öyrədə eləyəcəm. Çünki yeni qoşulanlar çoxdur aramızda. Ona görə istəyirəm ki, həm yavaş-yavaş eləyəm, bilməyənlər də baxıb öyrənə bilsinlər. Deməli, ipi bu cür belə saxlayırıq əlimizdə. Və bu cür milçəmizi salırıq ipin altından. Və bir dəfə bururuq onu belə və baş barmağımızdan burduğumuz ipi tuturuq ki, qaçmasın və bunu tuturuq ki, qaçmasın. Və yenidən milçəmizi salırıq ipin altından, ipi dartırıq, bu ilmənin içindən keçirdik və əlimizlə kömək eləyirik, bunu biraz sıxırıq. Düyün atırıq, düyün kimi atırıq, sonradan artıq toxumağa başlayırıq. Yenə olduğu kimi burada milçəni ipin altından salıram və çıxartdım. İndi əlimizlə bunu bu cür belə sabitləyirik. İstədiyimiz boşluqda olana kimi. Nə çox boş toxumayın, nə də çox dar toxumayın. Düzdür, ilk vaxtlar eləyəndə ya çox dar olacaq, ya boş olacaq, get-gedə enlənəcək və yaxud da çox sıx toxuyacaqsınız, əyri olacaq. Amma buna fikir verməyin. Əsas odur ki, toxumağı öyrənirsiniz. Sonra əlbəttə ki, düzələcək. Birinci ilməmizi gördüyünüz kimi çəkdik və ikinci ilməmiz, üçüncü ilməmiz. Bu formada zəncirimizi hazırlayırıq. Mən papağımı, papaq toxuduğum üçün təxminən 28-29 santim hündürlüyündə, papağın hündürlüyün. Yəni, baxın, papağın hündürlüyü açıq şəkildə eləsək, 29-28 santim bəs eləyir. 29 eləyin ki, lap yaxşı, qatlananda bu cür, hətta 30 da eləyə bilərsiniz. Bu papaq 7 yaşdan, 8 yaşdan böyük uşaqlar üçün 15, 16, 20 yaşa qədər, hətta inarsınız, mən özüm də başıma qoymuşdum, olurdu, yəni çox qəşəng olurdu. Hər yaşa uyğundur. Çünki toxunmadır, baxın, bu cür enlənir. Təxminən 29 santim olacaq şəkildə papağımızı toxuyuruq. Zəncirimizi çəkirik daha doğrusu. Bu cür. Bu papağın hündürlük hissəsi olacaq. Zəncirimizi çəkirik. Bu aşağıdakı ipi kəsməyin. Bu sizə kömək olacaq toxumada. İndi onu da necə olacağını deyəcəm sizə.
Yenidən baxaq. Məsələn, gördüm ki, çox toxumuşam. Buradan 29 santim götürürəm. Bura kimi sökəcəm. İlməyimi çıxardıram. İpimi dartıram. Bəs elədi bu qədər. Mənə bu qədər ip hündürlüyü üçün, papağın hündürlüyü üçün bu qədər zincir bəs elədi. İndi toxumağa başlayırıq. İndi birinci sıramızı toxuyuruq. Sıranı toxumaq üçün necə eləyirik? Geri qayıdacağıq buranı. Burada birinci ilməyə yox, bu artıq döngü kimi sayılır. İkinci ilməmizə buradan toxuyacağıq bu cür. Burada görsəz saç hörüyü kimidir, 3 dənə hörükdür. Buradan ikisinin arasından bu cür, biri altda qalır, ikisinin arasından bu cür keçiririk. Və buradan yeni ip götürürük, çıxardırıq buradan. Eyni boyda bu cür eləyirik, əlimizdən sabitləyirik və yenidən yeni ip götürüb ikisinin arasından çıxartdıq. Artıq birinci ilməmiz hazırdır. İndi ikinci ilməyə yenə burada saç hörüyü kimidir. Birini altda saxlayırıq, ikisi yuxarıda qalmaqla bu cür arasından keçirtdik, çıxartdıq və əlimizlə eyni boyda eləyirik. Milçəni ipin altından keçirib yeni ilmək götürdük və dartdıq. Əlimizlə hər dəfə belə sabitləyirik. Bunu siz ilk vaxtlar yenə deyirəm, əyri ola bilər, dar eləyə bilərsiniz, boş eləyə bilərsiniz. Bunun heç bir əhəmiyyəti yoxdur. Buna görə narahat olmayın. Vaxt keçdikcə öyrənməyi daha rahat öyrənəcəksiniz və daha sürətli öyrənəcəksiniz əlbəttə. İndi burada biraz mən daha sürətli toxuyacağam. Çünki istəmirəm çox da yorucu və çox uzun video alınsın. Həmin yerləri əgər istəsəniz siz ayarlardan biraz yavaş modda edib baxıb yenidən eləyə bilərsiniz. Bu birinci sıra biraz çətin kimi gələ bilər sizə. Çünki zəncirlərin arasından ipi keçirmək biraz digər sıralara nisbətən biraz çətindir. Bir də qızlar onu qeyd edeyim ki, çalışın toxuduğunuz zəncirləri əlinizdən eyni istiqamətdə edin toxunun. Baxın bu cür. Tutun əlinizlə eyni istiqamətdə. Məsələn, burula toxumayın, çalışın. Burula toxuyanda səlqəsiz alınacaq axırda. Çalışın eyni istiqamətdə tutub o formada toxuyasınız ki, ən axırda baxanda heyfsilənməyəsiniz əziyyətinizə. Baxın, bu cür əlimizlə eyni qaydada tuturuq buradan. Toxuyuruq. İndi axıra çataq, sizə yenə necə qayıtmaq lazımdır ikinci sıraya, onu başa salacağım. Baxın, ən axırıncını da toxuyuruq. Toxuduq, bitirdik ən axırıncını. Bu dediyim kimi sizə düyün ilməsidir, buna toxunmursunuz. Burada bir dənə zəncir çəkirik qayıtmaq üçün. Hər sırada qayıtmaq üçün, istər bu tərəfdə, istər bu tərəfdə qayıtmaq üçün zəncir çəkiləcək. Zəncirimizi çəkdik və fırladırıq bu tərəfə. Baxın, bu başlanğıc ipini yadınızda saxlayın. Başlanğıc ipi olan tərəfdən həmişə qaydanda çəkdiyimiz ilməni, çəkdiyimiz zinciri saymırıq. Baxın, bunu saymırıq. Bu çəkdiyimiz zəncirdir. Və yanındakı ikinci zəncirin arxa qanadına burada baxın, bu cür belə rezinkalı toxunsun deyə bunu arxa qanadlarından toxuyacağıq. Baxın, normalda belə toxuyurlar. Amma biz indi arxa qanadlarından 2 dənə olur da burada baxın, bu cür baş tərəflərinə baxın. Biz arxa qanadlarından götürəcəyik ilməklərin ki, bu cür rezinka kimi toxunuş alınsın. Yenə deyirəm, birinci götürdüyümüz zəncirdir, o qayıtmaq üçün olan zəncirdir. Ona yox, ikinciyə altından yenə götürürük, yeni ilmək və adi qaydada sıx iynə toxuyuruq. Baxın, üçüncüyə salıram, arxadan, bura yox, arxa qanadından götürürəm ipin, yeni ilmək çıxartdım və çəkdim. Çıxartdım və çəkdim. Baxın, artıq ikinci sıramız toxunur. Görürsünüz? Hər iki tərəfdən də eyni görsənəcək. Buranı da
eyni qayda ilə bütün ilməklərin arxa qanadlarından götürüb toxuyuruq. Arada bir baxın toxuduqca, görsəz ki, nə isə səhv edirsiniz. Elə həmin an çox gec olmadan söküb yenidən düzəldin ki, toxuduğunuz düz olsun. Məsələn, mənim kimi götürəndə burada ipin biri tərəfi götürdünüz, qalanı qaldı orada. Onu belə toxusa səlqəli alınacaq. Çalışın onu həmişə düzəldin. Bu formada davam eləyirik. Artıq buradan sonraki sıralar çox asan olacaq. İlk birinci sıra biraz sizə çətin gələ bilər. Yenə deyirəm, yeni başlayanda biraz qısa zəncir çəkin, 5-6 santimlik bəhs eləyəcək. Bu formada sıra sonuna qədər bütün ilmələrin ikinci qanadından, baxın görürsünüz, burada belə görsənir, amma başdan bu formadadır. İkinci qanadından salırıq, çıxardırıq. Yenə axıra çataq. Necə dönmək lazımdır, onu sizə başa salacağım. Bir neçə sıranı belə başa salım ki, səlqəli toxumağı öyrənəsiniz. Və ikinci sıramızı da artıq yekunlaşdırırıq. Bunu da eyni qayda ilə əlimizlə bu cür səlqəli tuta-tuta eyni yerlərdən keçməyə çalışırıq. Çalışın hər dəfə toxuduqca qızlar əlimizlə bu cür tutasınız səlqəli və eyni istiqamətdə toxuyasınız. Əlbəttə ki, bu burulsa, çaşıb bunun altındakını toxusanız tamam başqa bir şey olacaq və səhv olacaq. İlk ona görə ikinci sıralar diqqətli olun. Bu formada sıra sonuna kimi toxuduq və baxın. Gəldik bura. İndi nə edirik? Axırıncı ilməmizi toxuduqdan sonra yenə bir dənə çəkirik və çəkdiyimizdən sonra sayırıq. Bu birinci çəkdiyimizdir. İkinci və üçüncü. Üçüncü ilməni yenə ikinci qanadından, bax buradan arxa qanadından yenə götürdük. Yeni ilmək çəkdik. Yenə dördüncüdən arxa qanadından götürdük, çəkdik. Beşincidən götürdük, çəkdik. Bu formada üçüncü sıraya keçid elədik. Artıq toxuduqca görəcəksiniz ki, bunun yanı çox səlqəli gedir. İndi sizə yenə bu üçüncü sıramızdır. Görürsünüz, artıq üçüncü sıraya keçirik. Bu formada rezinka formasında görsənir. İndi sizə yenə üçüncü sıranın sonunda yenə necə eləyirik, necə qaydırıq, onları göstərəcəm. Dördüncü sıranı da göstərib, videonu dayandırıb, sonra daha uzun, çoxlu toxuyub yenidən qaydacağım. Çünki yenə deyirəm, istəmirəm ki, sizi yoram, vaxtınızı alam. Artıq üçüncü sıramızı da, baxın, bu cür yekunlaşırıq. Üçüncü sırada da yenə axırıncı ilmələri toxuyum. Necə qaydıram, onu göstərim. Və baxın, axırıncı ilməmizin də ikinci qanadından götürdüm və çəkdim. Buradan bir dənə zincir çəkirik. Dediyim kimi, burada başlanğıc ipi olan tərəfdən ikinciyə, yəni zəncir çəkdiyimiz, baxın, bu zəncir çəkdiyimiz ilmədir, buna yox, ikinciyə. Daha doğrusu buradan belə sayanda da birinci ilməmizə saldıq və olduğu kimi yenidən sıx iynəmizi toxuyuruq. Yadınızda saxlayın, ip olan tərəfdən ikinciyə, digər tərəfdən isə üçüncüyə, üçüncü ilməyə girib sıramızı başlayırıq. Bu formada yenə olduğu kimi toxuyuruq. Baxın, kənarlar necə düz durur. Və son olaraq dördüncü sıranda göstərim. Sonra videonu dayandıracağım. Və dördüncü sıramızın da sonuna yaxınlaşdıq və bu cür axırıncı ilmələrdə sizinlə bir yerdə toxumaq istəyirəm. Burada yenə arxa qanadlardan götürürəm. Baxın, toxudum bu axırıncının və ən axırıncının arxa qanadı hardadır?
Digərləri kimi ikili dayanmır. Biraz bunu buradan götürmək lazımdır. Ən axırıncının arxa qanadın. Çünki bu axırıncıda axır burada zəncir çəkib qayıdırıq. Ona görə qəşəng səlqəli qalmır digərləri kimi. Və buradan bir yerdən, bunun fərqi yoxdur. Ya buradan, ya buradan. Məsləhətdir ki, bu arxadan götürəsiniz buradan. Yenə bu cür çəkdik və zincirimizi də çəkdik. Və yenidən qayıdacağıq. 5-ci sıraya qayıdacağıq. Mən videonu dayandırıram qızlar. Biraz toxuyum. Bu papağımızın bir daha qeyd edirəm. Hündürlük hissəsidir. Bu papaq belə qatlanacaq və burası belə büzüşəcək. Biz papağı eninə toxuyuruq. Baxın, buradakı kimi. Eninə toxuyuruq. İstədiyimiz enə gələnə kimi təxminən 40 santim bəs eləyəcək. Baxın, bu cür qatlayırıq. İstədiyimiz enə gələnə kimi toxuyuruq. Təxminən yenə deyirəm 40 santim toxuyuruq, bəs eləyəcək. 40 santimdən sonra yenidən mən sizə göstərəcəm necə eləyirik. Deməli, bu cür toxuduqdan sonra son 2 sıramız qaldı. İstəyirəm ki, həmin o 2 sıranı da sizlərlə bir yerdə toxuyam. Baxasınız. Bu cür yenə arxa sıradan batırırıq. Bu cür çıxartdıq. Bu formada toxuyuruq. Və sonuncu ilməmizi də toxuduq. Toxuduqdan sonra da bir dənə həmişəki kimi zincir çəkirik. Boş zincir. Bu qayıtmaq üçündür bizə. Yenə qaydırıq. Qaydanda bax həmin bu ip olan hissədən qaydırıqsa, zəncir çəkdiyimiz yox, tam yanındakı ilməkdən, yəni birinci yox, ikinci ilməyin içərisinə batırıq. Normal bu cür sıx iynə toxuyuruq və davam eləyirik. Bir, iki və sonuncu ilməni də toxuyacaq formada yenə arxa tərəfindən bir sap götürürük. Normal qaydada yenə bu şəkildə sıx iynə toxuyuruq və yenə bir dənə zəncir eləyirik. Bu ip olmayan tərəf idi. İp olmayan tərəfdə bu cür eləyirik ki, hər iki tərəf düz olsun. Yenə zəncir elə çəkdikdən sonra geri necə qaydırıq, bu sıranı da toxuyum və sıramızı bitirirəm. Sayırıq. Zəncir çəkdiyimiz 1, 2 və 3-cü. 1, 2, 3-cü ilməyə batıracağıq. Bu şəkildə eləsəniz, sizdə də əyri yox, düz alınar. Bütün kənarlar. Baxın, görürsünüz necə düz alındı. Bu formada yenə sıra sonuna kimi gəlirik. Son 2 ilməmiz də qaldı. Onu da sizlərlə bir yerdə toxumaq istəyirəm. Və ikinci sona qədər toxuyuruq və bir zəncir çəkirik və tamamlayırıq bu formada. İndi uzun bir ip yenə kəsə də bilərsiniz və yaxud da bunu kəsib elə də eləyə bilərsiniz. Mən istəyirəm ki, biraz uzun ip eləyəm, çünki kənarlarını toxuyacağam. Təxminən bu qədər ip götürdükdən sonra bunu mən kəsəcəm və həmin bu çəkdiyim zinciri, baxın, bu ipi buradan çıxardacağım bu zəncirdən. Qısa olanda əlbəttə ki, daha asan olur. Bir dənə belə çəkən kimi çıxır. İndi bunu eləyirəm ki, kənarlarında eyni bu iplə toxuya biləm. İndi sizə ölçüm nə qədər olduğunu. Baxın, 29 santim hündürlükdür. Bu belə qatlanacaq. Elə bir papağın hündürlük hissəsi. Eni isə tam 40.5, 40-41 santim enində də eləyirsiniz. Hər iki tərəfini də bu formada belə yaxınlaşdırırıq bir-birinə. Bu cür. Və
İndi toxuyacağım onu. Toxuduqca da sizə göstərəcəm necə toxuduğumu. Bunun ucu biraz 1-2 santim o tərəf bu tərəf ola bilər. Yəni buna görə narahat olmayın. Kənarın kurçokla da tikə bilərsiniz dostlar. Bu cür sırf ip üçün olan iynədir. Bu cür iynə ilə də tikə bilərsiniz. İndi mən qarmaqla eləyəcəm, yəni kurçokla eləyəcəm. Buradan baxın, bu cür keçirtdim kurçokumu. Bu tərəfdən də keçirtdim və həmin o ipi çəkdim bu cür. Bir dənə burada zincir çəkdim, bərkitdim. İndi yenə hər iki tərəfdən bir ip bu cür götürürəm. Bu cür eləyirəm. Yenə sıx iynə toxuyuram, yəni bu formada hər tərəfdən bir sap götürüb bu cür sıx iynə toxuyuram. Bu cür. Baxın, buradan bir sapın götürdüm, bir ipin götürdüm. Digər tərəfdən də bir ipini götürdüm. Çox böyük, iri eləməyin. Çünki yaxşı görsənmir, onda büzülür, yığılır bir tərəfi. Elə bu formada hər sıradan bir dəfə, 2 dəfə batıraraq gedə bilərsiniz. Yəni bunun heç bir problemi yoxdur, narahat olmayın. Baxaq, buradan da bu cür qalacaq. Görürsünüz nə gözəl səlqəli qalır. Sıra sonuna kimi bu formada kənarlarında toxuyuruq. Sonda papağın baş hissəsini də necə hazır eləyirik, onu sizə başa salıram. Baxın, bura lazım olsa elə olur ki, bəzi sıralarda 2 dəfə də bata bilərsiniz. Yəni əsas odur ki, büzülməsin kənarlar. Yəni 2 dəfə, 3 dəfə də batıra bilərsiniz. Narahat olmayın buna görə, səlqəsiz görsənməyəcək. Baxın, ortaya çatanda bu iki tərəfində yenə üst-üstə qoyuruq. Bu cür tikirik. Bunu sıra sonuna kimi bu formada tikirik, daha doğrusu toxuyuruq. Və indi sizə göstərəcəm nə etmək lazımdır. Bu cür elədikdən sonra yenə bayaqçı kimi bir dənə zincir çəkirəm və çıxardıram onu oradan. Bərkidirəm. Bu formada kənarlar tikildi. Baxın. Tikildi kənarlar artıq. Çox qəşəng sərgəli oldu bu formada. İndi baş tərəfini neynirik? Baş tərəfini də sadə qaydada tikə bilərsiniz. Yəni adi buradakı kimi tikə bilərsiniz. Qulaq kimi ola bilər. Yəni istəsəniz əvvəlki videolarımda göstərmişdim. İndi o papağın da şəklini burada əlavə eləyəcəm. Bu cür adi buradakı kimi tikdikdən sonra iç tərəfdən 1-2 dənə belə ilmək artırıb burasını qulaq kimi saxlaya bilərsiniz. Əgər uşaqlarınıza toxuyursunuzsa və yaxud da buranı büzə bilərsiniz. İndi mən büzüb eləyəcəm. Yəni bir qulaqlı papaq eləyəcəm. Baş tərəfini eləyəndə isə buradakı kimi çox sıx toxmağa ehtiyac yoxdur. Əksinə bunu biraz boş-boş toxmaq tikmək lazımdır ki, çünki buranı büzəcəyik. Bu formada tikirik.
Bunun baş tərəfini fərqli formalarda da büzmək olur. Yəni hərə öz əlinə uyğun necə rahatdırsa o cür eləyir. Mən bu cür elə bilirəm ki, daha rahatdır. Və bu formada tikdikdən sonra indi dartırıq və görürsünüz artıq büzüldü. Büzdükdən sonra bu formada çox sıxmırıq ki, qırıla bilər. Bu cür elədikdən sonra bununla iynə ilə digər tərəflərindən yenə tikiş atırıq. Bu formada bunu atırıq ki, təpə hissəsi, papağın təpə hissəsi boş qalmasın. Bu formada elədikdən sonra çeviririk, baxırıq. Bu cür görürsünüz belə bərkidirik ipi və bir-iki dəfə də etdikdən sonra bunu burada düğünləyəcəm. Və salam. İpimizi də biraz uzun kəsirik. Hər ehtimal. Və bu cür papaq hazırdır. Bunu da buradan indi gizləyəcəm. Belə uzun olur. Bunu da bu formada belə qatlayırıq. Və papağımız hazırdır. İstəsəniz baş ölçünüzə baxandan sonra, buranı qatlayandan sonra mən əvvəlki papaqlar, toxuduğum papaqlarda eləmişdim. Hər iki tərəfdən belə bayaqki iynə sapla iç tərəfdən belə ilmək ata bilərsiniz ki, burası aşağı düşməsin. Yəni istəsəniz siz də o cür eləyə bilərsiniz, istəsəniz də belə açıq qala bilər. Bu cür. Bu ipi də burada gizləyirəm. Bu lap başlanğıc ipimiz idi. Biraz gizlədikdən sonra kəsirəm və bitdi. Bu cür papağımız hazırdır. Gördüyünüz kimi çox asan papaq modeldir. Yəni istəsəniz siz də toxuya bilərsiniz bu cür papaqlar. Çox asandır, çox rahatdır. 2 günə 3 günə hazır olur. Yəni 2-3 gün deyəndə, yəni mən hər gün 1-2 saat oturub toxumağı nəzərdə tuturam. Yəni davamlı əlbəttə ki, oturub toxuyanda bir günə də toxuyub bitirmək olar. İndi buna boyunluq, yəni şərf necə toxuyuruq onu göstərəcəm sizə, başa salacağım daha doğrusu sizə. Eyni qayda ilə necə başlamışdıq? Yadınıza gəlir? Baxın, bu formada eyni qayda ilə başlayırıq. Eyni 29 santim hündürlüyündə götürürük zəncirimizi və eninə toxuyuruq. Ancaq şərfimizi daha enli toxuyuruq. Bu təxminən 40 santim papağı idi, amma şərfimiz təxminən 50 santim olmalıdır ki, boynumuza daha rahat girsin çıxsın kimi. Daha rahat girsin çıxsın. Baxın, bu cür yenə bunu papaq kimi toxuduq, bitirdikdən sonra kənarı mən birləşdirmişəm. Hələ ipini də çəkməmişəm, kəsməmişəm. Bu formada elədikdən sonra bunu 2 qat bu cür istifadə eləyəcəyik.
2 qat bu cür boyunluğumuz olacaq. Və artıq bunu istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən bantiklərlə bantik tikəcəm. Onu da sizə göstərərəm. O formada siz də istəsəniz eləyə bilərsiniz və yaxud da muncuqlarla toxuya tikə bilərsiniz, bəzəyə bilərsiniz. Artıq orası sizin zövqünüzə qalıb. Bu cür 29 sm hündürlüyündə zəncir toxuyuruq. 40 sm papaq olur, 50 sm boyunluq olur. Bunu da yenə deyirəm, yetişkinlər, yəni böyüklər, 7-8 yaşdan böyük uşaqlar və böyük insanlar hər biri istifadə eləyə bilər. Papağı bu cür sadə toxuduqdan sonra əlbəttə ki, buna bəzək vermək sizin öz zövqünüzə görədir. Əlbəttə ki, buna istəsəniz bu cür gözləri yapışdıra bilərsiniz, balaca uşaqlar üçün eləyirsinizsə və yaxud da toxuya bilərsiniz qara və yaxud da tünd rəngdə iplə belə göz toxuya bilərsiniz və yaxud da nə bilim qulaq toxuya bilərsiniz buradan və yaxud da buradan belə pişik bıyıqlar kimi belə toxuya bilərsiniz və yaxud da hazır yapışqanlar olur, yapışdıra bilərsiniz. Yəni bunun bəzənməsi artıq sizlikdir. Bir də muncuqlar belə yapışdıra bilərsiniz. Mirvari muncuqlar yapışdıra bilərsiniz. Yəni kim necə istəyirsə eləyə bilər. İndi məndə belə bir göy rəngdə ipim var. Buna bantiklər toxumağa çalışacağam, tikməyə çalışacağam. Görək necə alınır. İlk dəfədir mən də eləyirəm. Bu formada mən göy rəngdə iplə papağıma bantiklərdə bu cür toxudum. İstəsəniz yenə deyirəm, siz də başqa formalarda muncuq toxuya bilərsiniz, muncuq tikə bilərsiniz, başqa formalarda eləyə bilərsiniz. Mən bu cür elədim. Videom xoşunuza gəldisə bəyənməyi və abunə olmağı da unutmayın. Sağ olun, hələlik.